Borçalı, Borçalının qoynunda yerləşən, özəyində yerləşən 155 para kənd yaşayır. 155 para kəndin ən böyük kəndlərindən biri olan Kəpənəkçinin sağlığıdır. Başı bulutlardan nəm alan dağlar, silsilə qayalar bil çataqdadır. Min bir dərdə dərman olan sağaldan, çiçəklər çataqda, gül çataqdadır. Allah o torpağı bizdən almasın. O torpağın Borçalımızın yetirmələrinin sağlığı olsun. Hansılar ki, ad qoyub gedib, adları qalıb, onların adının sağlığı olsun, ruhları şad olsun, onların davamçısı Binəli Bayramın, şair qardaşının şərəfinə badə qaldıraq, bir sağlıq deyək. Allah səni elimizə, bizə çox görməsin. 100 yaşa qardaşım. Sənin şərəfinə, sənin sağlığına, sənin balaların, ailən, anamızı ki, elə saxlayırsan, elə baxırsan, o ananın duası səndən olsun. Sağ ol qardaşım. Bizim ən müqəddəs borçlarımızdan biri və birincisi valideynlərə xidmət eləmək, qulluq eləməkdir. Ona görə dünyasını dəyişən valideynlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı arz edirəm. Birər bütün valideynlər evlatlarının, nəvələrinin xeyir işini görsün. Bəli, sağlıq böyük sağlıqdır, Kəpənəkçi sağlığıdır, Borçalı sağlığıdır. Allah Borçalımızı var eləsin. Borçalı 155 para kənddən ibarətdir. Bunların da ən böyük kəndlərindən biri Faxralı, Kəpənəkçi, Savaşlı, Sabahlı və davam eləmək olar. Allah şen eləsin, Allah var eləsin. Abbas Abdulluya Allah rəhmət eləsin, ruhu şad olsun. Bu il yenə gedəmədim bizim dağlara. Görən gedib çatacaqmı sözüm? Sənin dağlara, dağlara, mən dağların abbasıyam, Kəpənəkçi balasıyam, dəyərdin alır, elə qəbirdə də yatasıyam. Üzüm dağlara, açılmasa bana açılma. Bu dağların abbasıyam, Kəpənəkçi balasıyam, qəbirdə də yatasıyam, üzüm dağlara. Atım yoxdur yəhərlənə, dəli könlüm qəhərlənə, yönüm düşüb şəhərlərə, İzim dağlara. Abbas, Allah cənnət versin. Leningrada hazırlaşıb, bilet alıb, dağlardan da dəvətnamə alıb ki, dağların ilə vaxtıdır ki, qardaş. Buyur səni gözləyirlər, qonaq, onda bu şeiri yaranır orada. Bəli, Tədris Abbas nətər olur? Gözəl. Abbas müəllimə də Allah can sağlığı versin. Gözəl günlər qismət eləsin Abbas müəllimdə. Ay, deməli, hamımızın müəllimimiz olur. Gözəl insan, ay gözəl insan. Nə qədər onda səbir var, nə qədər. Eləcə, ay gözəl oğlan dəyərdi, məktəbdə, dərsdə. Bir dəfə məni, amma o metrəli lineyki ilə o qədər böyük ki, çəkirsən, biraz riyaziyyatı mən yaxşı oxuyurdum, lap yaxşı oxuyurdum. Riyaziyyatı həvəsim çox idi. Gəldi ki, ev tapşırığını eləməmişik. Uşaqları hərəsinə birini, ikisini vurdu. Ay, mənim qardaş başladı. Dedim, müəllim, bu xeyir ola. Dedi, ya, onlar oxumur eləmir. Sən də bilə-bilə eləmirsən, bax ona görə. Onlara boş olsun. Deməli, zəng elədi ki, gedirəm kəndə ayın 11-i, kənddə də keçirirəm. Dedim, ay, neçəsi gedirsən? Dedi, 11-i. Dedim, ay, mən də gedirəm 11-i. Neçəsi gələsən? Dedi, 22-sinə bilet almışım da, 21-i 22-sinə axşam. Dedim, ay, qaravar gələk, ikimiz də eyni bilet almışım. Eyni samanı. Elə də gəldik. Buradan gedəndə mən yazmışdım. Mən də o dağlara yazmışam. İstəyirəm mən yol alam, üzüm dağlara. Zirvələrdən baxam yenə,
Zirvələrdən baxa yenə gözüm dağlara dağlara. Vay 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 vay. İlhamlanıb vəsf eləyəm, şeir yazam, nəğmə deyəm, qəlbim açıb mən söyləyəm, sözüm dağlara dağlara. Yaylağında qonaq qalan, bir an körpə uşaq olan, yal yamaca cığır salan, izim dağlara dağlara. Sərin əsən bir meh olan, ot üstündə tərşəh olan, dəli kimi valeh olan, özüm dağlara dağlara. Eşq olsun. Görən kim dağlara şeir yazmayıbdır. Sığırmışam qucağına, mənə layla çalay dağlar. Bunu Teymur yazır. Evet. Qoyma məni qəm yeməyə, könlümüzə alay dağlar. O dağların zirvəsində, bulaqların dövrəsində, Qamoyalı dərəsində məni qonaq alay dağlar. Teymur gəzər səhər çağı, şehə baxar əl ayağı, armutlunun göy qulağı, axar küskün lalay dağlar. Dağlara kim yedir? Buyur. Həsrət məni qəm atına mindirib, yaman darıxmışam. Ay, o şeir mənə tarmışdı. Həsrət qəm atına məni mindirib, yaman darıxmışam, ay kəpənəkçi. El-oba yanğısı məni dindirib, yaman darıxmışam, ay kəpənəkçi. Mən bənövşə deyib, bəndə düşmüşəm, yel dağını aşıb, kəndə düşmüşəm, yaşamaq eşqinə səndə düşmüşəm, yaman darıxmışam, ay kəpənəkçi. Dağlar oylağımdır binələr yarım, bu eşqi, sevgini dehardan alım. Gözləri şairi, bələnim, yalım, yaman darıxmışam, ay kəpənəkçi. Can kəpənəkçi. Binəli dağlarda çiçək gül deyir, çaylar coşub, bulaqlara dil deyir. Dumana bölünüb, yaylaq gəl deyir, yaman darıxmışam, ay kəpənəkçi. Allah elimizi, obamızı var eləsin. İnşallah gəlində xeyir işləri gələsin. İnşallah. Bunu da Teymur yazıb göndərir. Yazdığım sözlərsə də siz oxuya bilməyik. Eşq olsun. Yıllarına boylamak geldi. Qürbətdəki həsrət nələr bildirir. Ay ay. Sözler Teymur Budaqov. Bəli. Bir de oxusun bir bəndində bir sözlərlə. Elimdir. Ne yazırsa hansı elimdir.
Allah sana var eləsin Kemal. Sağ olarım abi. O el, o oba. Allah bizə imkan versin, bizlə fəxr eləsin. Biz də elimizlə fəxr eləyək. İnşallah. Allah qismət eləsin. İmam Ali burada bu tanıyırsan. Bəli, Gəlsən zəng eləyən bir. Biraz gecdir, yoxsa dəvət eləyərdi Allah. Niye eləyirlər də mən... Yox, indən sonra